Artıq istərdim ki, bu gözəl səhnəmizə dəvət edim Şirvan Aşıq Məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Şirvan Aşıq Birliyinin sədri, hər birimizin əzizi, hər birimizin doğması, çox hörmətli Ağa Murad müəllimi bir gürültülü alqışlarla alqışlayıb bu gözəl səhnəmizə dəvət edək. Və mənim uşaqlıq illərimin xatirəsi Şirin Bala müəllimi salamlayıram bu gözəl axşamda. Əbilxan müəllimi salamlayıram. İslam müəllimi salamlayıram. Həmkarım, var olasınız. Hər birinizə xoş istirahətlər. Xoş gəldiniz Ağa Murad müəllim. Böyüklərimiz hər zaman deyərdi ki, bir aşığın bir elə oba gəlməyi sevincdir, xoşbəxtlikdir, ruzi, bərəkətdir. Ağa Murad müəllim, Allahdan sizə uzun ömür, can sağlığı arzu edirik. Canınız hər zaman sağ olsun, sağ olsun. Bax, bu səhnədən Allah sizi heç zaman əskik eləməsin, hər zaman var olasınız. Buyurun, söz sizindir. Çox sağ olun müəllim, var olun. Çox hörmətli ziyafət üzvləri, əziz qohumlar, qonaqlar, dostlar, musiqi mədəniyyətimizə xidmət edən sənətkarlarımız, bu gecə xoş gecədir, demək ki, boş gecədir, hamımızın ürəyindən keçən ən əziz, ən xoş gecədir. Ona görə xoş gecədir ki, elmin, ovamın, yurdumun, yuvamın, torpağımızın dəyərli bir oğlu, xətaya atdı bir oğlum, bu mübarək günüdür, toy günüdür. Allahın nəzəri, Peyğəmbərin nüfuzu, Cəbrailin qanadı, ağsaqqalların, bugün yəni ilk öncə bir ağsaqqal kimi bəyimizin atası xeyir dua verdi, atası başda olmaqla, bütün qohumların, Nabur kəndinin, yəni insanlarının və bura təşrif buyuran Azərbaycan musiqi mədəniyyətinə xidmət edən bütün insanların təbrik içindədir. Təbrik salamı var. Xətay, mən yəni sən xətiri çox istəyirəm. Sən yəni yaraşıqlı Qobustan, etibarlı Qobustan, torpağı bərəkətli, saf ilqarlı Qobustandan, Nabur kəndindən, Qobustana, Şirvana, Şirvandan da Azərbaycana, Azərbaycandan da Allaha köməkliyi ilə Türk dünyasına, yəni səsi ilə, sədası ilə, salğarlı oxunuş tərzi ilə, yəni xidməti olan, yaşının cavan olmasına baxmayaraq, məsuliyyətli, şərəfli bir yurdu olan bəyimiz Xətayini, xanəndə Xətayini, elimizin, torpağımızın oğlu Xətayini alqışlamaq hamımızın borcudur. Bəşər yaddaşına yazdı, yaşatdı. Dünyaya tək gəlib, tək gedənləri, hər ocaq yetirməz, hər ana doğmaz, dünyaya pak gəlib, pak gedənləri. Kim sürdü ömrünü, kim verdi bada, kimi doğmalaşdı, kim döndü yada. Ucalan görmədim heç vaxt dünyada Tanrı varlığına şək gedənləri. Şöhrətmin illəri keçdi, haqladı, nə dağ silkələndi, nə daş laxladı. Allah öz qəlbində təmiz saxladı, Allahı qəlbinə həkk edənləri. Allah toyumuzu mübarək eləsin. Mən bugün məclisimizə qonaq gəlmiş, bu məclisə iştirak edən elimizin, ovamızın dəyərli şair oğlu, hamımızın dostumuz, əzizimiz Əl-Vahid Salinin bir gəraylısı ilə, şeiri ilə başlamaq istəyirəm. Deyir, ey ümidim, ey pənahım, doğru yola gətir bizi, mindir Xızırın atına, haq mənzilə yetir bizi. Sular təki durulandan, haqq üstündə qurulandan, əhl-i beytə vurulandan bürüyübdü ətir bizi. Əli Vahid nə yazmışıq? Vahid hələ nə yazmışıq? Doğru deyil, yalanmışıq. Doğru yoldan çox azmışıq. Dərgahına götür bizi.
Allah mübarək eləsin. Allah xoşbəxt eləsin. Yəni burada bizim çox dəyərli sənətkarlarımız, söz adamları iştirak eləyir. Mən də bir qısa aşıq janrına, aşıq musiqisinə müraciət eləyirəm. Çünki Xətainin böyüyüb boya başa çatdığı torpaq, el, elad, sazın, sözün, sənətin xiridarlarıdır. Nabur kəndinin də əziz insanların salamlayıram ki, o torpaqdan, bu ocaqdan belə bir sənətkar dünyaya gəlib və inşallah həmişə toylarda, ziyafətlərdə, konsert salonlarında xalqımıza, musiqimizə üzağlıq gətirən sənətkarlardandır. Çox söz deyərlər. Demək Allah canlarını sağ eləsin inşallah. Dağa baxıb köksə türmə, dağa baxıb köksə türmə, dağında dağ dərdi olur ey, dağında dağ dərdi olur ey. Allah sen canını sağ olasın. Hemşe bu sarayın kapıları açık olsun. Sağ ol.
Baxış sağ ol, bağçaların var olsun, alma heyvanlar olsun. Həmişə çalıb çağırasınız gözəl musiqiçilər. Barmaqlarınız, nəfəsiz, görkəmiz, musiqi xidmətiniz həmişə var olsun. Ateşe yola yanma, sözün haksa onu danma. Manat olup hırdalanma, yakut olup parmakta gez. Eski olma hayır şerden, güneş mi ay şirin bala dol her yerden. Ağuş mu yöneylerde, nəğmə olub dodaqda gəzəzinəm dirəyindən. Ay əzim, güz tökülür biləyindən. Bilirəm Şirvan şikəstəsi keçir dostlarımızın ürəyindən. Neynə, neynə yadərdin aldı, qıma dərdin aldı, qıma dərdin aldı, qıma. Toy günün, hətanın toy bu gün eylər. Neynə yadərdin aldı,
söhbət keçir mi görən neynək? Neynək adəbin aldığım mənə məla gözlərim qurban yazın əmrəyindən. Fəta ilə rəqs eləmək keçir musiqisi dostlarının ürəyindən. Dostum incə barmaqların sədəflərin üzündədir. Dostum incə barmaqların sədəflərin üzündədir. Mənim eynim bu sazımda, mənim eynim bu sazımda. Bir də Şirvan düzündədir, bir də Şirvan düzündədir. Bu məclisin özündədir. Zor binanın dirəyində, saz aşığın ürəyində, güz pələngin biləyində, güz pələngin biləyində. Pəhləvanın dizindədir, pəhləvanın dizindədir, pəhləvanın dizindədir. Əhli xan, Şirbala var. Pəhləvanın ondan yaşından, səndən olanır başından. Pəhləvanın ondan yaşından, səndən olanır başından. Məzən ucadan başında, məzən Şirvan düzündədir, məzən Şirvan düzündədir. Bu məclisi
aşığa amradın ifası hələlik bəs eylər Alqışlar, alqışlar, yenə də alqışlar. Azərbaycan Allah mübarək Respublikasının əməkdar mədəniyyət işçisi Ağamurad müəllim, çox sağ olun. Xoşbəxt olun. Var olun deyirik. Minnətdaram, təşəkkür. Allah sizi elimizdən, obamızdan əksik eləməsin. Hər zaman bax beləcə səhnədə olun. Yaşayın, yaradın deyirik. Təşəkkürlər.